14 yaşlı uşaqlar məktəbdə sekslə məşğul olur. Okeydirmi sizin üçün Azərbaycanda bunu gətirsək? Hiperindividualizm budur da sonra. Artıq 14 yaşlı uşaq özü qərar verir. Mən kimlə yatıram məktəbdə? Cavanlar deyir Avropa, 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 amma gedirlər ailə münasibətləri qurmağa çalışanda toxunulmamış qadın və kişi axtarırlar da özlərinə də. Yox, Avropadakı kimi istəmirik, bizdəki kimi istəyirik. Amma oradakı kimi həyatı istəyirik. Oradakı kimi geyinmək istəyirik, oradakı kimi partiləri istəyirəm. Deyirəm bu uyğun gəlmir də. Siz anlayırsınız ki, bu mümkün deyil. Bəlkə əsas dərdimiz odur ki, bizim Konfusiyumuz yoxdur. Mən deyənə ki, Azərbaycan filosofu kimdir ki, onun fəlsəfi fikirləri üzərində biz milli mədəniyyətimizi, milli mədəniyyətimizi anlayaq. Qərbdə sən heç vaxt deyə bilməsən ki, dövlətim üçün mənim canım qurban, ailəm üçün mənim canım qurban. Xeyr olar. Mənim özüm üçün canım qurban. Niyə görə dövlətim üçün canım qurban? Niyə görə ailəm üçün canım qurban? Artıq liberalizm bugünkü gündə dövlətin həddindən artıq böyük rolu və hətta insanların yataq otağına belə girməsi bunun içindədir. Kripto milyonərlər gəlibdi və hamının Azərbaycanlıların ən böyük dərdi odur ki, mən 2012-ci ildə Bitcoin alsaydım artıq milyarder olmuşam. Bu Avropanın indi hünəri çatırsa, ucuz Rusiya enerjisi olmayaraq və yüksək hərbi büdcəsi olaraq eyni nəticəni göstərsin. İndi baxaq görək necə olacaq. Cənab Trump, siz son 25 ildə başqa ölkələrdə müharibəyə 14 trilyon dollar pul xərcləmisiniz. Olmazdımı ki, bu pulu öz yerli istehsalatınızın inkişafına yönəldəsiniz? Digər qonşularımıza baxanda kimsə varını görəndə gedib onun evini yandırır. Da kommunizm fəlsəfəsi bundan ibarətdir. Amma Azərbaycanlılar yanında varlı qonşu görəndə, gözəl ev görəndə mən də ondan istəyirəm. Onlarda rəqabət hissi yaranır. Azərbaycan Şimali Koreya deyil ki, internet bağlı olsun. Mən hamıya deyirəm, Azərbaycanda istənilən müəllifin, istənilən videosunu, istənilən kitabını alıb gətirib oxuya bilirsən. Bilik almaq perspektivindən, fərqindəlik yaratmaq perspektivindən, özünü tanımaq perspektivindən sənə heç bir maneə yoxdur Azərbaycanda. Google'ın CEO-su, Nvidia-nın CEO-su deyir ki, artıq kodlaşdırmaq üçün bir ildən sonra proqramist lazım olmayacaqdır. Kapitalizmi seçəcəksən, səndə çox güman ki, bərabərsizlik artacaq. Hamı varlanacaqdır, amma bərabərsizlik artacaqdır. Sosializmi seçəcəksən, səndə azadlıqların azalacaqdır. Bu dünyanı cənnətə çevirmək lazım deyil. Amma siyasətçilər bunu deyə bilmir. Onlar seçilmək üçün yeni vədlər verməlidir.